Çox zaman valideynlər, elə bizim də valideynlərimiz, təbii ki, indiki valideynlər də uşaqlara bilməyərəkdən bəzi proqramlar qoyurlar. Yəni uşaqlara bilməyərəkdən həyatlarını çətinləşdirəcək bəzi proqramlar qoyurlar və bu proqramlar ən əsas hansı proqramlardır onu sizə deyəcəm ki, bunlar sonradan uşaqların həyatında bu və ya digər dərəcədə çətinliklər törədir, hətta onlara psixoloji pozuntulara qədər aparıb çıxarda bilir. Bunlar hansılardır? Məsələn, valideyn uşağa deyir ki, uşaq dərsdən gəlir, o 4 alıb və yaxud da 3 alıb, valideyn deyir, sən niyə 5 almamısan? 5 almalıydın, 5 ala bilərdin, daha çox çalışsan və s. və bu kimi başlayır uşağı tənqid eləməyə. Və bu zaman uşaqda hansı proqram kodlaşır? Mükəmməlliyətçilik. Mən daha yaxşısını etməliyəm, ideal olmalıyam, çünki məndən ideal tələb olunur. Əgər bugün 4 almışamsa, bunu yəni belə olmamalıydı. Mən 4 ala bilmərəm, mən həmişə 5 almalıyam və yaxud da 3 alıbsa, mən bu 3-ü ala bilmərəm və s. kimi bu cür uşaqlar kodlanırlar ideal olmağa. Digər bir məsələ. Sənin burnun bu cürdür, dodağın bu cürdür, böyüyərsən, buna da bir əlac qılarıq, məsələn, boyun balacadır, filan kimi başlayırlar uşaqların xarici görünüşləri ilə bağlı mühakimələr yürüdən valideynlər. Bunlar da nə edirlər? Uşaqlarda gələcəkdə çəki ilə bağlı problemlər yaradırlar və yaxud da ki, xarici görünüşləri ilə bağlı problemlər yaradırlar. Sonra da deyirlər ki, hardandır bu qədər estetik əməliyyatlara can atmalar, şövq etmələr. Digər məsələ, filankəs səndən daha yaxşı çalışır, filankəs səndən daha yaxşı oxuyur, bax, xalan oğlu görürsən, necə özünü aparır, bax, görürsən, xalan qızı necədir. Başlayırlar bu cür uşaqları müqayisə eləməyə və bu uşaqlar nə edirlər? Özləri də bilmədən kodlanırlar. Sərt standartlar kodluyurlar özlərində. Sərt standartlar nədir psixologiyada? Bunun açıqlaması odur ki, uşaqlar elə məqsədlər qoyurlar ki, bu məqsədlərə çatmaq onlar üçün mümkün olmur və yaxud da elə işlərə girişirlər ki, bu iş onlar üçün deyil, heç onların potensialı üçün deyil, heç onların xüsusiyyətləri üçün deyil, psixoloji təbii ki, xüsusiyyətlərinə uyğun deyil. Bu adam bu işlə məşğul ola bilməz. Orada təbii ki, uduzacaqdır, amma o gedir. Şuuraltı olaraq sübut eləmək istəyir ki, özünə, bax, valideynim mənə demişdi, axı, sən yaxşı deyilsən, sən xalan oğlu yaxşıdır, filan kəs səndən daha yaxşıdır, o daha çalışqandır və s. Və şuuraltı səviyyəsində də bu sübutlar baş verir ki, bəli, sən yaxşı deyilsən. Çünki o bu cür kodlandırılmışdı uşaqlıqdan. Buna görə də əziz valideynlər, uşaqlara dediyiniz hər sözdə diqqətli olun, daha belə deyim də həssas yanaşın hər söz. Çünki sizin ağzınızdan çıxan hər söz sizin uşaqlarınızı kodlayır və bu kodlar da elə belə kodlar deyil. Onların gələcəkdəki həyatlarına ciddi dərəcədə təsir edən, hətta psixoloji pozuntulara qədər aparıb çıxardan, uşaqların sağlamlığına ziyan vuracaq qədər zərərli olan kodlamalar ola bilir. Buna görə də əziz valideynlər, diqqətli olun, səbirli olun. Həyat uşaqlarınız 3 alanda da gözəldir, 4 alanda da, 5 alanda da və bunu uşaqlarınıza da aşılayın ki, sən olduğun kimi mənim üçün dəyərlisən.